Bizə əxlaqdan, tərbiyədən, milli mənəvi dəyərlərdən dərs keçmək istəyən İlham Əliyevin qohumunu sizə göstərdim. Fotoya diqqətlə baxın. Bax bu gördüyünüz qız balaca Heydərin arvadı İlham Əliyevin gəlini Alyona Əliyevadır. Bax bu gördüyünüz xala isə hansı ki yoğun şeyi göstərir. Bilirsiniz o xala kimdir? İlham Əliyevin qudası Oksana Qançarova, yəni Alyona Əliyevanın anası. Bax bu da Alyona ilə olan fotosudur. Görünən odur ki, balaca Heydərin qaynanası da dinç durmur ha. Belə ailə olar, belə gəlin olar, belə qaynana olar. Görürsünüzmü? Bu Soska Alyona və anası hansı əxlaqa sahib olan adamlardır. Görürsünüzmü ki, İlham Əliyevin qohumları da özü kimi əxlaqsızdır. Ayoğraş İlham Əliyev, sənin ailəni məndən yaxşı tanıyan heç kim yoxdur. Sənin artıq haqqın yoxdur ki, bu xalqa əxlaqdan, namusdan, qeyrətdən, milli mənəvi dəyərlərdən danışmağa. Bizə əxlaqdan dərs keçmək üçün ilk olaraq evindən başla. Bala Heydərin qaynanası Oksana xalamız yaman yoğun şeylərə meyillidir ha. Ehtiyatlı ol cənab prezident. Bir də gördün ki, Alyonanın anası o yoğun şeyi qatdalayıb soxdu sizə. Ehtiyatlı olun.